Mən Sadiq, Bakı Avropa Liseyinin seçilən sinif şagirdiyəm. Artıq 3 ildir olimpiadalarda iştirak edirəm. Bir çox olimpiadada iştirak etmişəm və çoxundan qızıl medal udmuşam. Keçən il mən Kopernik riyaziyyat olimpiadasının final mərhələsindən qızıl medal və dünya ikinciliyi udmuşdum. Bu il Tim olimpiadasının final mərhələsindən mən qızıl medal və yenə də dünya ikinciliyi qazanmışam. Əvvəllər olimpiadalarda çox stres keçirirdim, amma zamanla o stres azaldı və indi özümə daha çox inanıram. Mən gələcəkdə riyaziyyat, biologiya və texnologiya sahələri üzrə təhsil almaq istəyirəm. Mənə ən çox dəstək olan və ilhamlandıran mənim ailəmdir. Mən boş vaxtımda basketbolla məşğul oluram və şahmat oynayıram. Mənim texnologiyada marağım var. Texnologiya yenilikləri izləyirəm. Hətta keçən il öz kompüterimi özüm yapmışam. Mənim olimpiyada marağı olan uşaqlara tövsiyəm olar ki, siz təzə başlamısınızsa olimpiadalara getmək. Ola bilsin ki, nəticəniz çox da yaxşı olmaz, amma vaxtla riyaziyyata diqqət eləsəz və çox hazırlaşsaz, hər şey zamanla yaxşı olar.